Ruhi qüdrət özünü harda ən çox göstərir? Harda müayinə eləyə görə ki, ruhunun gücü nə qədərdir, çoxdur, azdır? Qəzəb halında. Qəzəb ən gözəl göstəricidir. İnsanın ruhi qüdrətinin səviyyəsinin ən gözəl göstəricisidir. Qəzəbi dəf eləməyi bacaran adamlar güclü adamdır. Bu birinci göstəricidir. Ona görə qəzəbdən danışacaq inşallah. Qismət olsa günümüzdə də aktualdır. Mən təəssüf edirəm insanlarda bu qədər əsəb hardandır. Yaşamaq olmur artıq bəzi adamlarla. Qəzəb, qışqırıq, səbirsizlik, hər şey insanların çoxunu özündən çıxardır. Bu, böyük bir faciə halına gətirib çıxarda bilər məncə cəmiyyəti. Qəzəbin dozasının bu qədər çox olması. Qəzəbi dəf eləmək gücün birinci əlamətidir. Hədis əleyhissalam buyurur. Əqvən nas mən qaviyə alə qəzəbihi bihilmi. Ən güclü adam. Əqvən nas, yəni ən güclü adam. Əleyhissalam buyurur. Ən güclü adam qəzəbini helmlə dəf eləyəndir. Helm yumşaqlıqdır. Helmlə dəf eləməyin özündə bəzi nöqtələr var ki, məhz helmlə dəf eləsən, güclü sayılırsan. Axı qəzəbi başqa vasitələrlə də dəf eləmək olar. Ən güclü adam helmlə, yəni belə deyək, yumşaqlıqla qəzəbinə qalib gələndir.